O ki qaldı və soruşursan, spiral qoydurmaq günahdır. Ümumiyyətlə kontrasepsiya deyilir də buna. Yəni hamileliyi dayandırmaq yox, yəni qabağını almaq. Bu şəriətdə icazəlidir, lakin şərtlərlə. Birinci şərt razılıqla olmalıdır. İki tərəf razılıq verməlidir. Həm ər, həm həyat yoldaşı. Bu birinci şərt. İkinci şərt onun şərri səbəbi olmalıdır. Məsələn, tutaq ki, bir uşaq olub, insan istəmir ki, ikinci uşaq dərhal gəlsin. Çətin nə olacaq? Birinci uşağı məhrum edəcək süddən, məsələn, və baxa bilməyəcək normal ikisinə. Müəyyən bir möhlət verir, vaxt verir. Bunun üçün eləmi şəriət səbəbidir, eləmi olur. Ya da məsələn qadın xəstədir, ümumiyyətlə qadağandır ona hamilə olmaq və s. Yəni şəri səbəblər olmalıdır. Amma məsələn, mən qorxuram ki, dolandıra bilməyəcəyəm, bunları oxutura bilməyəcəyəm. Bu şəri səbəbi deyil. Bu müşriklərin səbəbidir. Hansı ki Allah Subhanahu va Taala Quranda onlara rədd edib bir neçə yerdə. Deyib ki: "Və la taqtulu auladakum min imlaq." Yəni uşaqlarınızı öldürməyin. Necə öldürməyin? Yəni mane olmayın doğulmağa ya doğulan kimi öldürməyin. Xəşyət imlaq. Yəni qorxursunuz ki, onlar qalacaqlar ac, onları saxlaya bilməyəcək söz. Bu baxımda eləmi olmaz. Nəyə görə? Nahnu narzuqukum və iyyahum. Çünki onların ruzusunu biz veririk. Onların da sizin də ruzusunu, yeməyinizi, içməyinizi biz veririk. Ona görə bu səbəb isə şəri səbəb deyil. Lakin qeyd etdiyimiz şəri səbəblər varsa eləmək olar. Ona görə Cabir radiyallahu anh rivayət edir. Deyir ki, "Kunna na'zil vel Qur'anu yanzil." Yəni biz Quran Kərim nazil olan vaxtı biz azl edərdik. Azl yəni əlaqədə olanda belə eləyərdik ki, qadın hamilə olmasın. Bundan çəkinərdik ki, qadın hamilə olsun. Və deyir ki, eyni zamanda Quran nazil olurdu. Yəni Cabir demək istəyir ki, radiyallahu anhu. Yəni bu qadağan olsaydı, Quran-ı Kərimdə bu qeyd olunardı və Peyğəmbər sallallahu əleyhi və səlləm bizə də bu barədə xəbər verərdi.